İmam Hüseyin aleyhisselam Allah subhanahu ve taala'ya bu cürlə münacat eləyir ki, ya Mevlaya, ey mənim ağam, ey mənim böyüyüm, ey mənim rəhbərim, ey mənim xaliqim, ey mənim Rəbbim, əntəlləzi ən'amtə, nə qədər ki neymət var, onları sən mənə vermisən. Mən öz gücümə qazanmamışam onları. Elə fikirləşməyin ha, əlinizin altında olan hər bir şərait sizin gücünüz və qüdrətinizin əsasında sizə gəlib yetişib. Onların hamısının başında Allah sizə o neyməti əta eləyib və gəlib sizə satıb. Ardıcan buyurur ki, əntəlləzi əhsəntə, sən məni gözəlləşdirən, gözəl xəlq eləyən, sən mənə gözəl həyat bəxş eləyən. Və əntəlləzi vəffəqtə, sən məni bu həyatda müvəffəq eləyən, sən məni bu həyatda uğurlara aparıb çatdıran. Görürsən, İmam Hüseyin aleyhisselam burada özünü qoyur bir kənara. Bəzən insan bəndi olaraq özünü qoymalıdır. Təslimiyyət ondan ibarətdir ki, insan hər bir şeyi öz xaliqindən, Allah subhanahu və taaladan bilsin. Ona görə Ərəfə duası insanın mənəviyyatının tərbiyələnməsi üçün ən böyük, gözəl dualardan biridir ki, o fürsəti əlinizdən verməyin. Ardıcan buyurur ki, əntəlləzi a'teytə, sən mənə əta eləyən. Əntəlləzi əğneytə, sən məni varlı eləyən. Əntəlləzi kəfeytə, sən mənə kifayət eləyən. Və əntəlləzi sətərtə, sən mənim bütün eyiblərimin üstünü örtən. O qədər bizim eyiblərimiz var. Hətta hədisdə bu cürünə gəlib ki, əgər pərdələr götürülsəydi, insanların bir-birinin arasında heç kimə baxmağa üzü olmazdı. Allah subhanahu və taaladır ki, bizim bütün eyiblərimizin üstündən keçir. Bizim bütün eyiblərimizi örtür. Səbəb Allahdır. Ardıcan İmam Hüseyin aleyhisselam görün nə deyir? Ya Mevlaya, ənəlləzi xətə'atu, o mənəm ki, xəta eləyirəm. Və ənəlləzi cəhiltu, o mənəm ki, sənə qarşı cahillik eləyirəm. Və ənəlləzi səhəvtu, o mənəm ki, bəzən görürsən səhv eləyirəm. Və ənəlləzi i'təməttu, o mənəm ki, bəzən qürrələnirəm, özümə etimad eləyirəm ki, bu şeylər əlimin altında olan qüdrət, şərait, yaşayış mənim hesabıma, özüm eləmişəm bunu. Bəzən özümü alladıram, bəzən özümə zülm eləyirəm. Ona görə Kumeyl duasında baxın, bu cürünə gəlib ki, zələmtu nəfsi, mən öz nəfsimə zülm eləyirəm. Bəzi şeylər var ki, onlar Allah subhanahu və taalanın mənə olan lütfüdür, amma mən özümü böyük hesab edirəm, elə bilirəm ki, mənəm getdim o şeyləri ələ gətirdim. Mənəm onları getdim, qazandım, özüm üçün şəraiti qurdum. Ardıcan İmam Hüseyin aleyhisselam buyurur ki, və ənəlləzi əxləftu, mən o bəndəyəm ki, sənə verdiyim sözlərə həmişə xilaf çıxıram. Sənə söz vermişəm, sənə layiqli bəndi olacağım, amma görürsən, bəzən yolumu azıram. Bəzən şeytan vəsvəsəsi məni yolumdan azdırır və çıxardır. İnsan burada etiraf eləyir. İnsan bəzən Allah subhanahu və taalaya öz xətalarını, öz səhvlərini etiraf eləməlidir. Ondan sonra nə istəsə bilsin ki, onun duası qəbul olacaq. Amma İmam Hüseyin aleyhisselamın Ərəfə duasında gözəl bir dənə nöqtə bilirsiniz nədir? O da bundan ibarətdir ki, bu cümlələrin içərisində bizi üçün mühüm bir dənə dərslər var. İbrətli dərslər var. Bəzən biz özümüzü böyük hesab edirik. Elə bilirik ki, Allahın qarşısında əyilmək, ona bəndə olmaq, əl açıb nəsə istəmək hünərdir. Amma baxın, görün, İmam Hüseyin aleyhisselam nə cür nə bir dənə mərifət göstərir. Buyurur ki, fəbi eyyi şeyin əstəqbiluka, ilahi, bu şeylər ki, mən eləyirəm, mən nə ilə gəlim sənin yanıva? Mən nə ilə sənə yaxınlaşım? Ya Mevlaya, əbis səm'i, əv bəsəri, əv lisani, əv biyədi, əv biricli, mən əlimlə sənə tərəf gələyim, mən gözümlə sənə tərəf gələyim, mən qulağımla sənə tərəf gələyim, mən ayağımla sənə tərəf gələyim, bunların hamısını sən mənə vermisən.
O gözü də mənə əta eləyən sənsən, qulağı da mənə əta eləyən sənsən, əli də mənə əta eləyən sənsən, ayağı da mənə əta eləyən sənsən. Amma bəzən mən bu şeyləri unuduram. Elə bilirəm ki, mənə verdiklərin elə mənimdir. Amma bunların hamısı sənin.